Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloqdur. Sabira Wellness şirkətində təlimçi ekspert kimi çalışıram və hər həftə bizim təlimlərimiz olur. Sizlər əməkdaşlar üçün əsas məqsədimiz məhsulları düzgün şəkildə analiz etmək və ən əsası bizə müraciət edən insanlara, sizlərə daha çox müraciət edən insanlara seçimlərdə onlara kömək etməyinizdir. Və bu məhsulların əlbəttə ki, tərkibini, mexanizmini, hər birini mən anladıram və təlimlərimizi də sırf həm həyat tərzimizlə bağlı olan proseslərlə bağlayırıq, həm də hal-hazırda şirkətdə olan məhsullarla. Və bu günləri çox sadə bir mövzuya toxunacağam. Lakin mövzuya keçməmişdən öncə niyə bu mövzuya toxunmuşam, o haqqda kiçik bir hekayə danışmaq istəyirəm. Hekayə deməzdim, yəni bu yaxınlarda bu mövzuya toxunmuşdum və ona görə istədim ki, sizlərlə də bölüşüm. Məhz buna uyğun da bir təlimimiz olsun. Mənə yaxın olan bir insan idi və biz danışdığımız zaman mənə dedi ki, mən təmizliyimə çox riayət edirəm və təmizliyinə necə riayət edir? Bu insan həm duş geli, həm sabun istifadə edir. Yəni duş qəbul edərkən ilk öncə duş gelindən istifadə edir, sonra üzərindən sabunla istifadə edir. Yəni belə başa düşür ki, bu şəkildə istifadə etdikdə mənim dərim çox təmiz olacaqdır. Lakin hal-hazırda onun bədənində qabıqlama, quruma görürük və bunu da digər bir şeylə əlaqələndirirdi və mən ona sən onun mexanizmini anlattım ki, sən yəni bu şəkildə düzgün etmirsən, yəni problemi içəridə deyil, sən hal-hazırda həyat tərzinə saldığın rutininə baxmalısan. Məhz ona görə də bu günləri biz sizinlə duş gellərinin mexanizmi, sabunla fərqini, niyə duş gelləri bir-birindən fərqlənir, hər birinə qısaca bugün toxunacağıq. Ola bilər bəzi kimyəvi sözlər burada çox işlənsin, lakin başa düşün kimya dərsi deyil, ümumi strukturu haqqında sizə məlumat verəcəm. E, Gündəlik biz ilk öncə bunu deyək ki, duş qəbul edirik və düşünürük ki, bu bizim təmizliyimizdir. Əlbəttə ki, təmizliyimizdir, çünki bizə dərimizdə lazımsız bakteriya, kir, toz, bunlar hər biri bizim dəri bariyerimizi zədələyə bilir. Və təmizlik əlbəttə ki, önəmlidir. Və bu zaman əgər biz duş geli istifadə ediriksə də, biz dərimizin müdafiə sisteminə toxunuruq və ona görə bizim məqsədimiz dərimizə toxunarkən, müdafiə sistemimizə toxunarkən ilk növbədə bilməliyik ki, biz hansı vasitələrdən toxunur. Və bu günləri danışacağım bütün mövzu ümumiyyətlə bizim duş gellərinin dəri ilə olan bir bağlılığıdır. Ə, Gəlin biraz çox deyil, qısa bir dəri haqqında məlumat verəcəm. Bilirəm artıq bilirsiniz. Bəlkə də yəni təkrarlasaq daha da yaxşı olacaqdı. Bilməyənlər üçün də daha yaxşı yeni bir mövzu olacaqdır. Qısa deyək, dəri bizim müdafiə orqanımızdır. Yəni heç kəs dəriyə sadəcə bir bədənimizin bir hissəsi kimi deyil, bir orqan kimi baxmağımızı istəyir. Yəni bu belədir. Və o bizim əsas funksiyası müdafiə edir. Yəni ümumi bizi mikroblardan qoruyur, kimyəvi təsirləri bloklayır, su itkisinin qarşısını alır. Yəni içəridəki olan su itkisinin qarşısını alır. Və bütün bu sadaladığım funksional, yəni mikroblardan qoruma, kimyəvi təsirlərdən qoruma, su itkisinin qarşısını alması, hamısı bu funksiya onun bir lipid hissəsi var ki, həmin onun sayəsində baş verir. Gəlin baxaq, baxın şəkildə gördüyümüz ən üstdəki qat, baxın bu qat, yəqin ki görə bilirsiniz. Bu bizim lipid bariyerimizdir. Və bu lipid bariyerində pozulma baş verirsə də, burada quruluq da. Yəni bu bizim elə bil ki divarın sementidir. Əgər sement parçalanıbsa da, çatlayırsa da divarda da çatlama baş verəcəkdir. Və bu lipidin tərkibində seramidlər, yağ turşulu su, xolesterin bunlar hər biri bu lipidin tərkibindədir.
Və bu struktur pozulduqda dermatitdir, həssaslıqdır, rozaçeyadır, hər bir şey bunun sayəsində baş verir. Və ona görə də biz mütləqdir ki, dərinin lipid baryerini qorumalıyıq. Çünki bu dediyimiz funksiyalar hamısı bu lipid baryeri sayəsində həyata keçirilir. Gəlin baxaq sabun nədir? Sabun hər kəs bilir, tanıyır. Yəni əvvəllər də biz də istifadə etmişdik. Sabun klassik sabundur. Yağ turşularından ibarət natrium duzlarından əmələ gəlmiş bir maddədir. Aqressiv maddədir. Ümumi olaraq, yəni yağ turşularından əmələ gəlsə də, qələvi duzlarından bir yerdə reaksiyaya girərək sabun molekulu əmələ gəlir. Yəni burada sizi yormaq istəmirəm. Bunu bilin ki, bizim dərimizin baryeri, yəni pH-ı, baryerində olan pH 5,5-dir. Əgər biz onu daim sabunla istifadə etsək, yəni sabunun pH-ı isə qələvi mühiti isə 9,1-dir. Yəni daim bu şəkildə istifadə etdikdə və həmin o lipid dediyim bax bu qat zədələnir. Bəs bilirəm ki, hər kəs deyir ki, məsəl üçün əvvəllər sabun istifadə edirdik, belə bir şey yox idi. Çünki əvvəllər bizim hər gün heç kəs duş qəbul etmirdi. Hər gün olmasa da belə heç kəs bir gündən bir duş qəbul etmirdi. Yəni o vaxtlar həftədə bir dəfə insanlar duş qəbul etməyi fikirlərində tuturdular. Yəni o da bir müsbət bir şey deyil. Lakin elm inkişaf edir, texnologiya inkişaf edir. Əlbəttə ki, daha yeni məhsullar çıxır. Və həmin bu sabun, daim sabuna məruz qalan insanlarda həmin o lipid baryeri parçalanır və quruluq başlayır yaranmağa. Hətta bəzən olur ki, həkimlər bu hansısa bir əməliyyat keçirmiş xəstəyə əgər dəridə tikiş varsa da ona 72%li sabun almağı tövsiyə edirlər. Çünki bəli, onun orada həmin yağ turşularının qələvi duzları daha yüksəkdir, 72%-dir. Və həmin orada antibakterial təsir yaratdığı üçün istifadə edə bilərik. Lakin bunda da həkimlər qısa müddətdə, yəni daim mən bundan istifadə edim, elə bir şey yoxdur. Və ona görə də sabunlardan istifadə edərkən diqqətli olmaq lazımdır. Gəlin baxaq, duş gelləri nədir? Duş gellərinin tərkibi əsasən surfaktandan molekulundan ibarət bir məhsuldur. Surfaktanların özləri də fərqli-fərqli olur. Yəni hal-hazırda şirkətdə də tərkibində surfaktanlar var, lakin fərqli-fərqli məhsullarda bunu istehsal olunubdur. Yəni molekul olaraq yanına digər bir maddə əlavə ediblər. Demək bunun pH-ı biz surfaktanların pH-ı 5,5-dir. Yəni bizim dərimizə uyğun olan pH-dadır. Biz dedik ki, sabun 9,11-dir və bu bizim hər dəfə biz bundan istifadə etdikdə və bizim dəri baryerimizi zədələyir. Lakin duş gellərində belə deyil. Onların pH balansı bizim dərimizə uyğun pH-dadır, 5,5-dir. Və təmizləyərkən dərini əlbəttə ki, demək onu zədələmədən, yəni qoruya bilir. Surfaktana qısaca belə bir nəzər salaq nədir? Əsasən o bir molekuldur, yəni maddədir, molekuldur. Bu əsasən tərkibində elə bir molekuldur, su ilə yağın arasında olan bir molekuldur. Bunun bir hissəsi su sevəndir, hidrofildir, digəri isə hipofildir, yəni yağ sevəndir. Bu surkafan əgər bizim dərimizə istifadə edəndə nə baş verir? Demək, bir hissəsi, molekulun bir hissəsi yağı tutur, digəri isə onu su ilə bədəndən çıxardır. Yəni ümumi orada bir mitsella adlı bir reaksiya baş verir. Bu da heç bir dərini, yəni qıcıqlandırmır, yəni lipid baryerini əlbəttə ki pozmur. Bəs əvvəllər duş gelləri yox idi, bəli, çünki texnologiya zəif idi. Sabun istehsal etmək çox asan idi və dərinin mikrobiomu da həmin sabunlara artıq öyrənmişdi. Lakin son zamanlar bizim yaşadığımız hal-hazırdakı həyatımızda, yəni bizim həyat tərzimiz belə bizim dərimizə təsir etdiyi üçün dəri mikrobiomu da istər-istəməz digər illərə nisbətən zəifləyir. Və bilirik ki,
kosmetik məhsullar günü-gündən inkişaf edir, yeni-yeni maddələr ixrac olunur və bu da hər biri bizim daha təhlükəsiz məhsullardan istifadə etməyimiz üçündür. Bizə nə lazımdır? Sadəcə hər bir şeyi düzgün analiz etmək. Və dedik ki, dərinin mikrobiomu var və biz ona necə nəmləndirici komponentlərlə kömək etməliyik. Baxın, hər bir dəridə, yəni bir mikrobiom var. Yəni dərimizdə faydalı bakteriyalar yaşayır. Əgər biz bu faydalı bakteriyaları məhv etsək, dəri öz funksiyasını yerinə yetirə bilmir. Hətta belə deyərdim, dərinin əsas funksiyalarından biri də toksin atmadır. Yəni bizim o bədənimizdə olan artıq amonyak qazı varsa da onu biz dəri vasitəsilə atırıq. Və bu günləri biz burada həmin bu ə, dərimizdə olan bu mikrobiomu normal vəziyyətdə saxlamalıyıq ki, yəni dəri öz funksiyasını yerinə yetirə bilsin. Və həmin bu faydalı bakteriyalarda hər gün sabunla istifadə edən insanlarda həmin o sağlıqlı bakteriyaları məhv edirlər. Və əlbəttə ki, burada da duş gelləri çox önəmlidir. Biz duş gelləri seçərkən onun tərkibindəki olan komponentlər önəmlidir ki, onlar dəriyə əlavə olaraq nəmlənmə versin. Və bu nə olmalıdır? Daha çox tərkibində gliserin olmalıdır, aloe olmalıdır. Hal-hazırda sentellalar çox, yəni dəri kosmetologiyada çox populyardır, yəni effektlidir. Araşdırmalar da göstərir ki, dəridə daha çox aloe kimi centellanın da rolu böyükdür. Bitki ekstraktları olmalıdır ki, dəri sərbəst radikallardan təmizlənə bilsin. Yəni sabun məhv edə bilir, lakin keyfiyyətli duş gellərinin də tərkibləri, komponentləri çox önəmlidir. Və bu günləri biz burada sizinlə hal-hazırda şirkətdə olan nə qədər duş gelləri varsa da hər birinin tərkibini bir yerdə analiz edəcəyik. Və burada mənim əsas məqsədim sizlərə müraciət edən insanlar, yəni bizlərə müraciət edən insanlarda sadəcə duş geli var deyib keçməmənizdir. Bilirəm ki, yəni hər kəs duş geli alarkən sadəcə açır, qoxusunu qoxlayır. Yəni bu şəkildə duş gelləri alınır. Və bu olmasın. İnsanlara biz duş gellərinin fərqliliyini, tərkibini anlatmaq və onlarda duş gelini seçməyə kömək etməyimizdir. Və bu günləri ilk olaraq sizə analiz edəcəyim duş geli çay tikanı yağından ibarət duş gelidir. Baxın, gəlin bunun mexanizminə sizi çox yormadan, bəli, biz dedik ki, duş gellərinin tərkibində əsas maddə surfaktandır. Və surfaktanın demək olar ki, əksər demək molekul olaraq sulfaktan sodium kokosulfat şəklindədir. Lakin burada biz nəyi bilməliyik ki, bunun tərkibinə elə bir sulfaktanın görürsünüz üzərinə elə bir maddə, yanına elə bir maddə qoyublar ki, bu buna yumşaqlıq verir. Yəni dərimizi qıcıqlandırmadan yumşaq şəkildə təmizləyir. Yəni bu da betaindir. Və betaini biz çox eşitmişik. Yəni mənim təlimlərimdə də o bir yumşaqlıq verən bir maddə olduğu üçün şirkətdə olan bu məhsulun tərkibində də məhz bu surfaktanın üzərinə betain əlavə edərək həmin dəridə olan kiri yumşaq şəkildə təmizləyir. Və çay tikanı yağı ən güclü komponentdir burada ki, lipid bariyerimizi burada bizim təlimin başlanğıcında dediyim həmin o lipid bariyerimizi gücləndirir. İnulin nədir? Dedik, dərinin mikrobiomu, yəni dəridə olan sağlıqlı bakteriyalar bizə gün ərzində lazımdır. Tərkibinə inulin əlavə edərək həmin o sağlıqlı bakteriyaların yaranmasına kömək edir. Centella ilə bitki ekstraktları var. Güclü antiinflamatordur. Dəri yenilənməsində çox effektlidir. Və tərkib hissəsinə baxdıqda bu duş gelini biz daha çox quru dərilərə, dəri bariyerləri zədələnmiş insanlara, hormonal quruluq yaşayanlar, məsələn, Hashimoto'lu insanlar çox dəriləri quruyur, şəkərli diabetlər, yəni hormonlarla əlaqəli bunlarda quruma olur. Bu insanlara biz bu duş gelini tövsiyə edə bilərik.
Və yaxud da hər gün bir insan duş qəbul edirsə də, yəni bunu biz tövsiyə edirik ki, bunun tərkibindəki olan maddələrlə dərimizə daha çox köməklik edə bilirik. Hal-hazırda şirkətdə giləmeyvəli duş geli var ki, bunun tərkibindəki surfaktan isə mild, yəni yumşaq surfaktandır təmizləməsi. Ə, Yəni kokosulfat deyil, daha yumşaq bir surfaktan formasındadır. Əlavə tərkibində meyvə şirələri var. Meyvə şirələri də gilə meyvədir. Gilə meyvələr güclü antioksidantlardır. Hətta meyvələr sırasına qoysaq belə ən güclü antioksidantlar sırasında ilk gələnlərdən olur ki, məhz burada da onun ekstraktları sayəsində bizim dərimiz qoruyur. Pantenol çox önəmlidir. Təlimin önündə dedim ki, biz duş geli qəbul edərkən, alarkən, seçərkən mütləqdir ki, tərkibində su balansını saxlayan aktiv komponent olsun. Və onlardan biri əlbəttə ki, pantenoldur. Ə, və bu duş gelinin də tərkibində var. Alatanin güclü regenerasiya, yəni dedik ki, dəri özünü yeniləyir. Və alatanin də burada həmin prosesi daha da gücləndirməsi üçün istifadə olunur. Yəni bunun tərkibində çox aqressiv maddələr yoxdur. Bunu daha çox, məsəl üçün, gənc yaş qrupuna gündəlik istifadə etmək, normal, qarışıq bütün dəri tipinə biz tövsiyə edə bilərik. Gündəlik istifadəsi üçün də ideal bir seçimdir. Ən önəmli duş gellərindən biri haqqında danışmaq istəyirəm. Bağa yarpağı və bitki əsaslı duş geli. Gəlin buna baxaq. Demək, bunun əsas surfaktanı nədir? Sodium laural metil izotiyonitdir. Yəni adına çox fikir verməyin. İndi bunlara sizi bilməyinizə ehtiyac yoxdur. Bunun əsas nədir? Demək, əksərində surfaktan eyni molekul formasında olur, yanında yumşaldıcı bir maddə olur. Lakin bu sıvı, bu metil izotianin isə o da çox yumşaq bir surfaktan olduğu, yəni hədsiz yumşaq bir surfaktan olduğu üçün bunu daha çox həssas dərilərə, dermatitə meyilli olan incə dərilərə, hətta uşaqlara belə tövsiyə etmək olur. Çünki tərkibindəki həmin bu təmizləyici surfaktan daha yumşaq bir molekula malikdir. Və tərkibində nə var? Tərkibində aloe var, yaşıl çay var. Hər ikisi antiinflamatordur və dərini daha bakteriyalardan qoruyur. Yenə bunun tərkibində inulin var və sodium da bir yerdə, inulinlə sodiumun bir yerdə olması dəri qidalanaraq həm də nəmlənir. Yəni reaksiya bu şəkildə baş verir və bağa yarpağı daha çox antiinflamator, dəri sağalması, yara sağalması üçün istifadə olunan bir bitkidir. Məhz burada da tərkibi həm yumşaq surfaktan olmaqla, həm bağa yarpağını bunun içinə əlavə etməklə bu daha çox həssas dərilər üçün nəzərdə tutulubdur. Qaşınması, qızarması olan allergiyalı insanlara bəzən olur ki, amma bunu da vurğulayım ki, elə insan var ki, bu bağa yarpağına bəli allergik ola bilər ki, o da bu artıq individualdır. Sonra isə sizə danışacağım şirkətdə olan duş gellərindən biri Wellness C seriyasından olan duş gelləridir. Wellness C seriyasından olan duş gelinin tərkibi fərqlidir. Surfaktanı eynidir. Onun da surfaktanı kokosulfatdır, sodium kokosulfatdır. Lakin bunun tərkibində olan maddələr digər maddələrdən çox fərqli teksturaya malikdir. Çünki bunun tərkibində əlavə olaraq yosun var, fukusdur. Bu bizim qan dövranımızı stimullaşdırır. Və ümumiyyətlə limfa drenajı zəif olan insanlarda, limfa ödəm olan insanlara biz daim dərisini hamamda və yaxud da duş qəbul edərkən sürtməyi tövsiyə edirik. Və bu zaman niyə qan dövranı, limfa drenaj normal işləsin deyə.
Məsəl üçün bu tip insanlara daha çox Vennesi seriyasını tövsiyə edə bilərik ki, məhz onun tərkibində olan fukus həmin bu qan dövranını stimullaşdırır, bir daha da ona bir güc verir, əlavə güc verərək həmin bu qan dövranı həm detoks sistemi yaxşı işləyir, həm qan dövranı. Və tərkibində pantenol var, çox önəmlidir. Mütləqdir ki, duş geli seçərkən tərkibinə mütləq baxılsın ki, nə var. Kollagen hidrasatı, elastikliyi azalmış insanlara bu duş gelini tövsiyə edə bilirik. Və gördüyümüz kimi bu duş gelini kimlərə tövsiyə edirik? E, Dərisi çox quruyur, sufuqlaşmış dəriyə, elastikliyi azalmış, xüsusilə 30 yaşdan yuxarı insanlara, yay və günəş sonrası. Burada səbəb nədir? Yəni bunu niyə burada xüsusi vurğulamışam? Yay günəş sonrası. Çünki baxın, yay aylarında bizim dərimizdə bir susuzlaşma prosesi meydana gəlir. Məhz buradakı olan laminaria, pantenol sayəsində dəri özündə su saxlamanı artırır. Və günəş şüası dərimizə həddindən artıq sərbəst radikal bəxş elədiyi üçün laminaria burada həmin o dərinin metabolizmasını gücləndirir. Məsəl üçün xüsusi olaraq da əgər bir yaydan günəşdən gəlmişiksə də xüsusi su duş qəbul etmək üçün məhz həmin o proseslərdə bu Vennesi seriyasından olan duş gelini tövsiyə edə bilərik. Nəmləndirici duş geli hal-hazırda şirkətimizdə olan duş gellərindən biridir. Gəlin buna baxaq. Bunun demək tərkibində nəmləndirici xüsusilə vurğulanıbdır. Bunun əsas komponenti bu da demək tərkibində surfaktan eynidir. Lakin bunun tərkibində mikrobiomumuzu dəstəkləyən daha çox prebiotik var ki, hansı ki bu dəri sağlamlığı üçün önəmlidir. Həm inulin var, həm də arabina galaktan var. Yəni ikisi birgə, yəni daha güclü prebiotiklər olduğu üçün birgə daha çox dəri mikrobiomumuzu dəstəkləyir. Aloe vera var. Bu da antiinflamatordur. Su saxlama, soydium buradan əsas məqsədi su saxlama qabiliyyətini burada reallaşdırır. Xüsusilə dəridə həssas dərilərə, quru dərilərə və yaxud da yay aylarında tez-tez tərləyən insanlar olur ki, dəridə termorequlyasiya prosesi pozulduğu üçün insan başa düşmür ki, yəni dərimdə nə baş verir. Çox insan günəşlə, çox insan susuz qalmaqla əlaqələndirir və bu da əlbəttə ki, hər biri bir mexanizmdir. Və burada da dehidratasiya prosesi pozulduğu üçün məhz burada soydium dəridə su saxlama qabiliyyətini gücləndirir və əlbəttə ki, bizim köməyimizə çatır. Hər gün duş istifadə edən insanlara, dəri bariyeri zəif olan, biz dedik ki, dərimizin möhkəm olması üçün sağlıqlı bakteriyalara ehtiyac durur və bu duş gelinin tərkibində daha çox prebiotiklər olduğu üçün bizim dəri mikrobiomumuzu dəstəkləyir. Keçək kişilər üçün nəzərdə tutulmuş duş gelinə. Və bəzən insanlar əslində elə insanlar var ki, məsələn bir duş geli alırlar, bütün ailə istifadə edir. Mən onun tərəfdarı deyiləm. Çünki baxın, kişinin dərisi ilə qadın dərisi çox fərqli olur. Onun sebumu çox yüksək olur. Hətta bir duş geli alırlar, uşaq, böyük, hər kəs onu istifadə edir, amma belə olmamalıdır. Əgər elm bu qədər inkişaf etməsəydi, onda nə üçün uşaq gelləri ayrı, kişi gelləri, duş gelləri ayrı və ümumi qadınlar üçün ayrı. Çünki hər bir orqanizm xüsusi bir hormonu, xüsusi bir sebum ifrazı var ki, onu da o duş gellərinə görə tənzimləyib o şəkildə istehsal edirlər. Və şirkətdə də hal-hazırda kişilər üçün nəzərdə tutulmuş duş geli var. Və burada da çox sizlərə də tövsiyə edirəm, sizlərə müraciət edən insanlara da bunu bu şəkildə izah etməliyik ki, yəni bunun tərkibindəki həmin o surfaktan, o yağımızı yuyan maddə daha güclü şəkildədir. Güclü şəkildə deyəndə burada qorxulu bir şey yoxdur ki, güclü dedikdə
dərimizi daha çox quruyur. Xeyr, kişilərin dərisi qalın olur, daha çox sebum ifraz edir. Əgər məsəl üçün o adi evdə olan duş gelindən istifadə etsə, dəri yaxşı həmin o kiri tam təmizləyə bilmir. Orada sağlıqsız bakteriyalar qalır. Və burada əsas və yaxud da biz məsəl üçün daha çox kişi duş gelindən istifadə etsək, burada yenə də bir dəridə qıcıqlanma yarada bilərik. Şirkətdə olan məhsulun tərkibində yenə dərini təmizləməsi yüksəkdir, lakin içərisinə bunun betain, bir də qlukosaid əlavə ediblər ki, bu da təmizləyən zaman yumşaq şəkildə təmizləyir. Yəni orada heç bir qıcıqlanma yaratmır. Güclü olsa da dərinin qıcıqlanmasına qarşı iki dənə güclü adaptogen qoyublar ki, həmin reaksiya baş verməsin. Və dəri yenilənməsi qadınlara nisbətən kişilərdə biraz çətin olur, çünki dəri qalındır. Və bunun üçün də həm pantenol, həm alatonini bir yerdə istifadəsi bu dəri regenerasiyasını gücləndirir. Vitamin Y çox önəmlidir kişi dəriləri üçün. Dərində olan həmin o lipidin yağların oksidləşməsinin qarşısını alır. Çox gündəlik istifadə edənlərə, məsələn, hər gün idmanla məşğul olanlara mütləqdir ki, bu duş gelini biz tövsiyə edək. Ə, Bilirik ki, duş geli var, Forest Dream duş geli. Bəli, tərkibində efir yağları ola bilər. Qoxusunu bəlkə də hər adamdan ötürü xoş gəlməyə bilər. Məsəl üçün, elə insanlar var ki, aromaterapiyanı sevmir. Bəzilərinə həddindən artıq çox rahatlıq verir. Bunu da nəzərə almalıyıq. Lakin əgər bunun sırf, yəni qoxusuna görə deyil, tərkibini analiz etdikdə əlbəttə ki, insanlarda bir maraq yaranmalıdır. Bunun tərkibində olan xüsusi efir yağları var ki, çünki insanların həyatları çox stresli olur. Həmin bu efir yağları sayəsində həmin bu aromaterapiyaya gedən insanlar var ki, bu efir yağları vasitəsilə bunlarda parasimpatik sinir sistemi oyanır. Məhz bax o aromaterapiya gedən insanlarda, məsəl üçün qəbul edən insanlarda və yaxud da hazırlayan bir insanlarda onlara da məhz tərkibində efir yağları olur. Məsəl üçün iynə yarpaqlı olur, tərkibində çay tikanı yağı ola bilir. Məhz burada da bu forest məhsulunun tərkibində də iynə yarpaqlı ekstraktları var ki, bunlar da antiseptikdirlər, sinir sisteminə təsir edir, parasimpatik sinir sistemi, yəni beyin həmən relaks moduna keçə bilir. Yəni parasimpatik sinir sistemi bu qoxu sayəsində efir yağlarının bizim dərimizə keçərək həmin parasimpatik sinir sisteminə bir keçid edə bilir. Tərkibində çay tikanı yağı var əlavə. Yenə bizim dərimizin lipid bariyerini bərpa edir. İnulin də var, yəni mikrobiom üçün. Ümumi olaraq bunu daha çox stresli həyatı olanlara, aromaterapiyanı sevən, quru dərili olan insanlara yaxşı təsir edir. Yaşlı insanlara xüsusilə qoymuşam. Çünki yaşlı insanlarda dəri mikrobiomu çox zəif olur və sinir sistemi də çox həssas olduğu üçün, məsələn, onlar üçün də çox yaxşı təsir edə bilər. İlk öncə bunu demək istəyirəm ki, duş geli seçərkən mütləqdir ki, onun tərkibini ən azından qısa da olsun analiz edək. Dəri tipimizi tanıyaq və hansı həyat tərzində yaşadığımızı fikirləşək və ondan sonra bizə hansı məhsul lazımdır, onu seçək ki, dərimiz də sağlam və gözəl olsun. Və heç kəs unutmasın ki, əgər biz dərimizə necə qulluq ediriksə də, dəri də bizə o şəkildə cavab verir. Və bu təlimdən sonra istəyirəm ki, biz sizlərə müraciət edən insanlara bizdə duş geli var deyib ötüb keçməyək. Biz insanlara bizdə fərqli-fərqli duş gelləri var, fərqli-fərqli mexanizmdə işləyən duş gelləri var və sən hansı duş gelindən istifadə etməlisən, onlara, insanlara seçməkdə köməklik edək. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün və ümid edirəm ki, bu təlimdən maarifləndiniz və öz iş həyatınızda daha da uğurlu, qabaqda gedən sıralarda olacaqsınız. İnşallah gələn təlimdə görüşmək ümidi ilə çox sağ olun.